Happy New Year, Happy New Year. May we all have a vision now. Keçən il əlbəttə ki, yenə də peşəmizin görəvi kimi xalqımıza, millətimizə xidmətdə keçdi. Xalqımızı Azərbaycanlıların Həmrəylik günü və yeni il münasibəti ilə ürəkdən təbrik edirəm. Hər bir ailəyə və ailə üzvlərinə can sağlığı, uzun ömür, müvəffəqiyyətlər arzulayıram. Xüsusən səhiyyə ictimaiyyətinə, həkimlərimizə, kolleqalarımıza can sağlığı və uğurlar arzulayıram. Uğurlar əlbəttə ki, gözləntilərimiz çox olur bəzən. Bunların bir qismi reallaşır. Bəzi qismlərini həyata keçirmək üçün daha çox zəhmət çəkməyimizi tələb edir. Ümid edirəm ki, yeni ildə yeni planlar, yeni arzular, onların həyata keçirilməsi üçün daha çox iş görəcəyik. Və bütövlükdə keçən ilimizi uğurlu hesab edirəm. Həm xalqımız üçün, həm millətimiz üçün. Artıq xalqımız bir dincilik, rahatlıq dövrünə, quruculuq dövrünə qədəm basıb. Bu mənadan səhiyyə sistemində də baş verən dəyişikliklər, yeni reformlar bizə gələcəyə ümidlə baxmağa imkan verir. Və eyni zamanda hər bir kəs kimi bizim də öz arzularımız var. Bu arzuların reallaşdırılması ümidindəyik. Və bu mənadan da fikirləşirəm ki, gələcək ildə də daha çox çalışmalıyıq. Xəstələrimizdən istəyirik ki, daha çox profilaktik tədbirlərlə məşğul olsunlar. Vaxtında həkimə müraciət eləsinlər. Xroniki xəstəliklərinin müalicəsini sonraya saxlamasınlar. Bizim arzularımız nədir? Bizim təbabətimizi profilaktik təbabət üzərində qurulmasını daha çox istəyirik. Burada əlbəttə ki, xəstələrimizdən gözləntimiz odur ki, birinci sağlamlıqlarını qorusunlar və profilaktik tədbirlərə xüsusən çox fikir versinlər və həm də vaxtında həkimə müraciət etsinlər. Can sağlığı arzulayırıq.